Qadın çəkəndə elə olur. Özünüzü təqdim eləyərdi zəhmət olmasa. Bəhrəmova Gülsabah Turanın anasıyam, Bəhrəmli Turanın. Yeganə övladınız da Vətən müharibəsi iştirakçısı olan. Bəli. Hadisə necə baş verdi? Nə səbəbdən? Müxtəlif fərziyyələr söyləyir insanlar. Nə deyirlər? Yəni qız Biz heç üstündə olub, bilmirik başqa yox. bir səbəbdən. Vallahi qız üstündə mən bilmirəm. Qızımız istəmirdi mənim uşağım. Hələ fikrində var idi ki, o çıxıb Rusiyaya getmək istəyirdi. Deyirdi öyümüz işimizlə bərbad vəziyyətdə dana. Gedim gəlim ondan sonra öyrənəcəm. Mən hələ qız zad istəmirəm. Ancaq indi başqa da nə problem olursa bilmirəm. O mübahisə baş verdiyi adamla aralarında olan, yəni deyirlər onun övladının demək ki, qız övladını sevibdi, almaq istəyibdi. Sizin məlumatınız olubmu bu barədə? Xeyr, olmur. Xeyr, bir kəlmə öydə mənə deyib. Biz onlara deməmişik. Öydə deyib ki, xoşum gəlir qızdan, vəssalam. Demişəm oğlum, yox başda deyirəm, neyinirsən, nəyinə lazımdır. O da indi yox, 2 il, 3 il bundan irəli. Yəni sizin üçün uyğun ailə olmadığı üçün dediniz, neyinirsiniz? Yoxsa yaşı artıq 34 idi, evlənməli idi? Mənim uşaq idi, o qız hələ uşaqdır, 19-18 yaşı var. Mənim oğlumun 34 yaşı var. Ona görə həm istəmədiyim, həm də dedim bıçağımıza mismil dur da, istəmirəm. Və hadisədən necə xəbər tutdunuz ki, bəs Hadisədən bax 9-un yarısında öyümə produkt alıb göndərib, özü gətirib. Ancaq özü dedi ki, ana işləyəm mən, otururam çayxanada oturacam. Gəlib abed eləyib işə çıxıb gedəcəm. Gedib orada məktəbdə biraz işləmişdi, işıq yandırıb qayıdıb gəlmişdi. Ondan sonra mən xəbərim yoxdur. Onun yarısında öylə danışıb, mənlə danışıb, gülə-gülə, danışa-danışa. Onun yarısından sonra bu uşaqdan hal yoxal bilmirəm. Saat 12 tamamda gəlinim gəlib ki, ana, qardaşı qaqanı aparıblar şeyə, xəstəxanaya. Abala niyə deyir ki, nəsə dalaşıb, getdi ora ki, qaqana qayırır. Nə ilə vurublar bunun başına? Vurmursan yaxşı qolun vursun, qıçası sırılsın. Bunu ölümünə qəsd edib durmursan sən. neçə övladınız vardı? Bu böyüydü, kiçiydi? Yox, böyükdən balaca. Böyüyüm qızı, bu ikincidir. 2 oğlunuz, bir qızınız var da. Hansı cəbhələrdə vuruşubdu zəfər yürüşündə? Medalı var, bax oğlumun. Xocavənddə, Ağdamda, nə bilim, girməmişəm, bilmirəm mən, nə bilim orada. Orada yaralanıb, dizindən qəlpə çıxardıblar. Yanında da, başında da qalıb. Bir kəlmə söz and ol Allaha biz va deyə bilmirdi. Əsəbləşirdi. 2 dəfə yaşam fondunda köməkdarlıq istədiyi verilmədi. Bir dəfə verildi. Onun da dizindən çıxdığına görə verildi. Ona heç kəs baxmırdı. Xəsarətləri çox idi də Bəli. yəqin. Hansı hissələrində var idi? Başında olduğuna görə əsəbli idi də, çox nervli idi.